bugünkü dərsimiz Amerika Birləşmiş Ştatları 2-ci Dünya müharibəsindən sonraki mövzudur. 2-ci Dünya müharibəsinin Amerika üçün nəticələri, müharibədən qalib dövlət kimi çıxdı, dünyanın ən var ölkəsinə çevrildi, dünya qızıl ehtiyatda yarıdan çoxunun əlinə cəmləndi. Dünyanın əsas iqtisadi güc mərkəzi oldu və nüvə silahına malik fövqəladə dövlətə çevrildi. Ölkə iqtisadi sürətlə inkişaf etdi. Müharibədən sonra ABŞ iqtisadiyyatının sürətli inkişafının əsas xüsusiyyətləri isə hərbi əməliyyatların onun ölkəsinə getməməsi idi. Henry Truman'ın prezidentlik dövrünə baxaq, 1945 və 1953-cü illərdə müharibədən sonra az qalmış Franklin Roosevelt vəfat etdi və bunu vitse-prezident Henry Truman əvəz etməyə başladı. Və Truman daxili siyasətinə baxsaq, o hakimiyyətə gələn kimi Franklin Rooseveltin yeni xətt siyasətinin davamı olaraq Ədalətli Xatt adlı islahat proqramı irəli sürdü və Ədalətli Xatt proqramının orduda təxris olunanların işə təmin olması, iqtisadiyyatın dinc və bərpa dövrünə qədəm qoyması və yenidən qurulması nəzərdə tutuldu. Müharibədən sonra iqtisadiyyatın dinc dövrə uyğunlaşdırılması nəticəsində istehsal xeyli gerilədi. Bu vəziyyətdə ölkənin tətilləri bürüdü və 1947-ci ildə ABŞ-da Taft-Xartli qanunları qəbul edildi. Taft-Xartli qanunları nə idi? Bu qanunlar Həmkarlar İttifaqı üzərində dövlət nəzarətini gücləndirmək məqsədilə qəbul olunmuşdu və əmək münasibətlərini tənzimləyirdi. Müəyyən edilmiş fərqli vaxtlardan tətil etmək qadağan idi. Truman hökuməti dövründə minimal əmək haqqı artırıldı, sosial müdafiə sistemi genişləndirildi, azərbaycanlılar üçün ucuz mənzillərin tikilməsinə başlandı. Nəticədə ABŞ-da bazar iqtisadi şəraitində vətəndaşlara müəyyən sosial təminatlar və maddi rifah təmin edən firavanlıq dövləti təşəkkül tapdı. Müharibədən sonra ABŞ-ın siyasi həyatının demokratləşməsi üçün konstitusiya düzəliş edildi. Bu düzəlişə görə heç kim 2 dəfədən artıq prezident seçilə bilməz və 1948-də yenidən prezident seçilən Henry Truman iqtisadiyyatda davamlı inkişaf etmək üçün tədbirlər gördü. Sığorta ödənişləri tənzimlədi, azərbaycanlılar üçün mənzil tikisi vəsait ayrıldı. Dövlət aparatlarında da islahatlar keçirildi. Milli Təhlükəsizlik Şurası mərkəzi kəşf idarəsi yaradıldı. Kommunizmə qarşı mübarizə dövlət səviyyəsinə qaldırıldı və geniş miqyas aldı. Hətta senator Joseph McCarthy'nin təklifi ilə müxalifətə qarşı mübarizə gücləndi. Onun iddialarına görə dövlət idarəsində çoxu kommunistlər işləyirdi. McCarthy bu siyasətinə əsasən senator və tərəfdarlar ABC əhalisinin kommunist təhlükəsini hədələyir, azadfikirli insanlara qarşı geniş miqyaslı tədbirlər apardı. Truman tərəfindən ilk dəfə Konqresdə Afro-Amerikalılara, yəni qaradərlilərə seçki hüququ verilməsi məsələsi qaldırıldı. Müharibə dövründə xeyli sayda Afro-Amerikalıların şəhid edilməsi və qəhrəmanlıq göstərməsinə baxmayaraq onlara seçki hüququ yox idi. Truman Afro-Amerikalıların mülkü bərabərlik olmasa da seçki hüququnu verməsinə çalışırdı. İndi xarici siyasətinə baxsaq isə Truman'ın Amerika Birləşmiş Ştatları dünyada iqtisadi birinciliyi möhkəmləndirib hərbi gücünü artdıqdan sonra dünyada öz hegemonluğunu qurmağa çalışırdı. Bu zaman ABŞ-ın əsas rəqibi SSR idi və Truman xarici siyasətdə isə atom diplomatiyası adlanırdı. 1946 və 47-ci ildə ABŞ və SSR müdaxiləsinə qarşı almaq üçün müxtəlif doktrinalar irəli sürüldü. Truman doktrinası qəbul olundu. Bu doktrinalar Yunanistan və Türkiyə Sovet təsir gücləri məsələyinə SSR-nin müdaxiləsinə qarşı yönəlmiş və Marshall planı qəbul olundu. Bu plan əsasında ABŞ Avropadakı müttəfiqlərin müharibə dövründə dağılmış iqtisadiyyatın bərpa üçün böyük məbləğdə maliyyə yardımı göstərirdi və Avropa dövlətləri sədd çəkmə siyasətinə adlanan hərbi yardım edilməsi təklif edilirdi. Truman'dan sonra Donald Eisenhower prezidentliyi dövrü başlayır 1953 və 1961-ci illərdə. Truman'dan sonra seçilən Eisenhower iqtisadi və sosial sahədə uğurlu addımlar atdı. Xarici siyasətdə isə Koreya müharibəsinin dayandırılmasına nail oldu. Və 1950-ci ildə ABŞ-da elmi-texniki tərəqqi baş verdi, istehsal prosesi avtomatlaşdırıldı, sənaye məhsullarının istehsalı artdı, sosial təminat sistemi genişləndirildi, minimum əmək haqqı qaldırıldı, irqi ailə seçkilərdən qaldırılması üçün tədbirlər görüldü, Qarabağ adaylı uşaqlara ailə məktəbə təhsil alınması konstitusiya əleyhinə olan akt kimi dəyərləndirildi. John Kennedy prezidentlik dövrünə baxaq 1961-63-cü illərdə 1960-cı seçkilərdə John Kennedy qalib gələrək ABŞ tarixində ilk dəfə katolik prezident olaraq kürsüdə əyləşdi. Və onun prezidentlik dövründəki daxili siyasətinə baxaq. Kennedy'nin daxili siyasətinə əsasən vergilər azaldılması, iqtisadi çəkmək və xəstələrin sosial müdafiəsini təmin etmək, irqi ailə seçki problemini həll etmək, təhsildən yenidən qurmaq kimi bəzi islahat proqramları var idi. Yəni Kennedy'nin islahat proqramı Yeni Hüdudlar adlanırdı və Yeni Hüdudlar proqramının həyata keçirilməsi nəticəsində ABŞ iqtisadiyyatı sürətlə inkişaf etdi və ABC dünya iqtisadiyyatında aparıcı rolu gücləndi. Kennedy irqi ailə seçki məsələsinə ehtiyatla davranaraq qaradərliləri təqib edilməsinin qarşısını aldı və irqi ailə seçkiliyi ləğv edilməsinə ciddi addımlar atdı. SSR-yə qarşı, yəni SSR-nin irqi ailə seçki sahəsində əks-təminatına mane olmağa çalışdı və Afro-Amerikalı tələbələrin universitetə buraxılmadığı bəzi ştatlara ordu hissələri də göndərdi. Kennedy'nin xarici siyasətinə nəzər salsaq isə 2-ci Dünya müharibəsindən sonra ABŞ xarici ölkələri iqtisadi marağını mühafizə edir, xarici kapital qoyuşunu artırdı. Kennedy hökumətinin xarici siyasətinin əsas istiqamətlərindən biri SSR ilə münasibətlərinə xüsusi diqqət yetirmək idi. Konqresdə bu səbəbdən prezidentə dəstək var idi. Çünki ABŞ SSR-ə qarşı atom silahlarının bütün bəşəriyyət üçün təhlükə törətməsinin ən böyük probleminə çevrilə bilərdi. Digər istiqamətdə fəal maliyyə yardımı nəticəsində Latin Amerikası ölkələri iqtisadi təsərrüfmək və onları yaxınlaşmaları təmin etmək üçün ABŞ bu yola da onların özündən asılılığını gücləndirirdi. Üçüncü istiqamət isə Qərbi Avropa ölkələri iqtisadi və hərbi əməkdaşlıq möhkəmləndirmək, geniş işlər görmək və ABC-nin Avropa nüfuzunu saxlamaq idi. Kennedy'nin xarici siyasətində Yeni Hüdudlar doktrinası irəli sürdü və Yeni Hüdudlar doktrinası dünyada qüvvələr nisbətən öz xeyrini dəyişmək üçün səmərəli fəaliyyət və SSR ilə yeni münasibətlər qurmaq nəzərdə tutulurdu.
Bu dövrdə ABŞ-ın əsas məqsədlərindən biri kommunizm təhlükəsinin yayılmasının qarşısını almaq idi. Kennedy hökumətinin xarici siyasəti ziddiyyətlər meylləri də müşahidə olunurdu. Və 1959-1962-də SSR ilə Kuba, yəni Karib böhranı nəzərdə tutulub. 1961-ci ildə isə Berlin böhranı yaranmasına ABŞ-ın rolu az deyildi. ABŞ Kubada baş verən inqilabın müdaxilə etməsi birbaşa SSR ilə münasibətə gərginləşdirdi və nüvə müharibəsi təhlükəsi ilk dəfə real göründü. Karib böhranı SSR-in dövlət başçısı Xruşov və John Kennedy razılaşması həll olundu. Böyük fəlakətin qarşısı alındı. Karib böhranından sonra iki dövlət arasında nüvə tərk silah aktuallaşdı və 1963-cü ildə Moskvada SSR və ABŞ və İngiltərə arasında atmosferdə və su altında nüvə sınaqlarının qadağanlanması haqqında razılaşma əldə olundu. Lakin hərbi sənaye kompleksinin nümayəndələri bundan narazı idi, çünki onların silah satışı dayanırdı və 1963-cü ildə Texas ştatının Dallas şəhərində John Kennedy sui-qəsd nəticəsində öldürülür. Belə bir haşiyə çıxaraq deyim ki, sui-qəsd nəticəsində öldürülən ABŞ prezidentləri Abraham Lincoln 1865, McKinley 1901-ci il və John Kennedy 1963-cü il olmuşdur. Lyndon Johnson prezidentlik dövrünə baxaq 1963 və 1969-cu illərdə Lyndon Johnson sosializmin alternativ bir cəmiyyət yaratmaq arzusundaydı. Bu da böyük cəmiyyət adlanırdı. Lakin baş tutmadı. Yoxsulluqla mübarizə adlı ayrılan vəsait problemi həll etməyə imkan vermədi. 1960-cı ilin ortalarında ABŞ-da yoxsulluğa qarşı mübarizə elan olundu. Afro-Amerikalılar işə sürməkdə ictimai yerlərdə ağalarla eyni hüquq verildi. Onların seçkilərdə işlər təmin edildi. Cinsi ayrı seçkilər qadağan oldu. Lakin ABŞ-Vyetnam müharibəsinə cəlb olması sosial-iqtisadi siyasətdə yaradıcılıq qalmasına səbəb oldu. Lyndon Johnson hökumətinin xarici siyasətinə nəzər salsa, xarici siyasətdə sərt mövqe sərgilədi. ABŞ yaxın şərq münasibətində İsrail tərəfini tutdu. Vyetnam gəmilərinin hücum təhlükəsini bəhanə edərək Vyetnam bombalamağa başladı 1965-də və əslində isə ABŞ bununla uzaq şərqdə SSR-ə qarşı öz mövqeyini gücləndirmək istəyirdi. Ancaq ABŞ ordusu Vyetnamda böyük ticari məruz qaldı və bu da Lyndon Johnsonun hökumətini sarsıtdı. İndi ABŞ prezidentlərinin Afro-Amerikalılara bağlı tədbirlərinə baxaq. Henry Truman dövründə ilk dəfə konqresdə qaradərlərə seçki hüququ verilməsi məsələsi qaldırılmışdı. John Kennedy dövründə qaradərlərin təqib edilməsi qarşısı alınmış və qaradərli tələbələrin universitetə buraxılmadığı bəzi ştatlara hətta qoşunla yeritmişdi. Və daha sonra Lyndon Johnson da qaradərlərə ağlara hüquq verib bərabərliyi təmin edilmişdi. İndi baxaq Richard Nixon prezidentlik dövründə 1964 və 1974-cü illərdə 68-ci seçkilərdə Respublikaçı Richard Nixon qalib gələrək prezident seçildi və onun daxili siyasətinə nəzər tutsaq yeni iqtisadi siyasət proqramını irəli sürərək bu proqrama əsasən sosial sahələrdə bir sıra addımlar atıldı, qocalığa qarşı verilən təqaüd artırıldı, işsizliyə görə müavinətin verilməsi nəzərdə tutuldu. Xarici siyasətində isə əsasən xarici siyasətində yadda qalmışdı. Vyetnam müharibəsinin dayandırdı, yəni başa çatmasında mühüm rol oynadı və sülh bağlamağa çalışdı. Beynəlxalq aləmdə qüvvələrin nisbətinin dəyişməsi və dünya sosializm sistemi mövqeyi güclənməsi nəticəsində ABŞ-ın xarici siyasətində dəyişikliklər baş verdi. SSR danışıqlar dövrü başlandı. SSR və ABŞ arasında raketlər ilə müdafiə və strateji hücum silahları məhdudlaşdırılması, azaldılması sayəsində müqavilələr bağlandı. Bu müqavilələrin bağlanması dünyada nüvə müharibəsi təhlükəsini azaltdı və silahların gücün növlərinin azaldılmasına təmin edildi. 1973-cü ildə ABŞ və SSR arasında olan razılığa əsasən Vyetnam müharibəsi dayandırıldı və ABC qoşunları Cənubi Vyetnamdan çıxarıldı. Müharibədə ABC-in məğlub ayrılmasına baxmayaraq Nixon Vyetnam müharibəsi başlatması üçün nüfuzunu xeyli yüksəltmiş oldu. Lakin Watergate əhvalatı var. Demokratların daxili seçkilərindən istifadə edən Nixon seçkilərdə yenidən qalib gəldi. Lakin onun seçki kamerası dövründə 1972-ci ildə bir qrup Washingtonda Watergate otelində demokratlara qarşı gizli dinləmə qurğusu qoşarkən yaxalandı. Bu hadisə siyasi böhrana səbəb oldu və Nixon impeachment təhlükəsi qarşısına qaldığı üçün 1974-cü ildə istifa verməyə məcbur oldu. Yeni seçilən prezident seçilənə kimi ABŞ-da ilk dəfə təyinatla vəzifə tutan siyasi xadimlər tərəfindən idarə olunmağa başlanıldı. Impeachment nədir? Dövlət başçısına daxil olmaqla yüksək vəzifəli məmurların etimadsızlığa göstərilməsi, habelə onlara qarşı məhkəmə qaydalarının ittiham irəli sürülməsi prosedurudur. Daha sonra Ronald Reagana baxaq, 1981 və 1989-cu il. 1980-ci ildə keçirilən seçkilərdə Respublikaçı Ronald Reagan qalib gələrək prezident seçildi. İndi Ronald Reaganın daxili siyasətinə baxaq. Əsas məqsədi əvvəlki prezidentlər dövründən baş vermiş inflyasiya və iqtisadi böhranın qarşısını almaq idi. Bu məqsədlə Reaganomic adlanan proqramı irəli sürdü və proqramın əsasında vergilərin və dövlət xərclərinin azaldılması təşkil edirdi. Reaganomic proqramı əsasən həyata keçirilən iqtisadi tədbirlər bunlar idi. Xüsusi sahibkarlıq desərməsi üçün tədbirlər görüldü. Sənayeyə kapital qoyuşu artırıldı və büdcə xərcləri azaldıldı, özəl sektorda dövlət nəzarəti zəiflədi. Enerji problemi həll etmək üçün daxili bazarda neft üzərində dövlət nəzarəti ləğv edildi və xaricdən gətirilən neft həcmi artırıldı. Sosial tədbirlərə baxsaq, işsizliyə görə büdcədən ayrılan müavinətlər ləğv edildi və az gəlirli əhali vergidən azad olundu. Bu dövrdə ABŞ-ın elmi texniki tərəfindən ən müasir nailiyyətləri tətbiq edildi. İlk fərdi kompüter istehsal olundu, mobil telefon şəbəkəsi yaradıldı. Elmi texniki tərəfindən istifadə dünya iqtisadiyyatında ABŞ-ın mövqeyini möhkəmləndirdi. Bütün bunlarla yanaşı hərbi xərclər də xeyli artırıldı. Reaganomic proqramının keçirilməsi nəticələrinə baxsaq, iqtisadi böhran dayandırıldı, inflyasiya və işsizlik aşağı düşdü və iqtisadiyyatın inkişafı sürətləndi. Xarici siyasətinə baxsaq isə Reaganın
Xaricdə Qərbi Avropada orta mənzilli raketlərin yerləşdirilməsinin işi davam edildi. Xarici siyasət antikommunist ruhda kökləndi və sosial sosialiyyə fəaliyyət genişləndirildi. Reagan strateji müdafiə təşəbbüsü çərçivəsində ulduzlar müharibəsi proqramına uyğun olaraq raketlərə qarşı yeni silahlar yaradacağını elan etdi və bu silahlar qismən kosmosda yerləşdirilməli idi. Reagan SSR-i iqtisadi cəhətdən zəiflətməyə ABŞ-ın əsas məqsədi olduğunu bildirdi, lakin SSR ilə qarşılıqlı yaşamaq ciddi addımlar atıldı. SSR və ABŞ arasında siyasi dialoq inkişaf etməsi və dərinləşməsində böyük nailiyyətlər əldə olunmuşdu. 1985 və 1988-ci illərdə ABŞ ilə SSR tərəfi iki tərəfli görüş prosesində yaxın və orta mənzilli raketlərin yerləşməsi işləri davam etdi. Reagan Latin Amerika ölkələri üçün münasibətdə SSR ilə olan siyasi xətti davam etdi və Latin Amerika ölkələrinə qarşı yenidən böyük dəyənək siyasəti yeritməyə başlamışdı. Daha sonra Ata Bush'un dövrünə baxaq. Ata George Bush 1989 və 1993 Reagan başlatdığı iqtisadi siyasət xəttini davam etdirməsi üçün siyasi varisilə 8 il hakimiyyət dövründə vitse-prezident olmuş George Bush'un prezidenti dövrünə təsadüf edir. 1988 seçkilərdə George Bush qalib gələrək Reaganın siyasi xəttini davam etdirdi, lakin daxili siyasətdə onun uğurlarını davam etdirə bilmədi. Xarici siyasətdə Bush'un bəzi uğurları var idi. Məsələn, 1989-da Panamada hərbi müdaxilə təşkil olunması, 1990-cı ildə Almaniya birləşməsinə dərhal reaksiya verildi və İsrail və Ərəb qoşunları ilə sülh danışıqlarının bərpa edilməsinə vasitəçilik etdi və 1990-cı il əvvəlində İran körfəzində baş verən münaqişəyə vaxtında hərbi müdaxilə etdi və ABŞ Səhrada tufan, yəni Səhra fırtınası əməliyyatında 1991-də həyata keçirildi və bu isə George Bush'un əsas nailiyyətlərindən hesab olunurdu. George Bush'un prezidentliyi dövründə İsrailin dağılması ilə soyuq müharibəsi son qoyuldu və dövlətlərarası münasibətdə böyük dəyişikliklər baş verdi. ABŞ dünyanın yeganə süper gücü missiyasını daşımağa başladı, lakin aşağıdakı amillər respublikaçıların xalq arasında dairələrə zərbə vurdu və 1992 seçkilərində George Bush məğlub oldu. Səbəbi isə bu idi. İqtisadi tənəzzülün dərinləşməsi, büdcə kəsirlərinin daha da artması idi. Soyuq müharibə, İkinci Dünya müharibəsindən sonra sosializm və kapitalizm sistemi arasında gedən ideoloji siyasi mübarizə idi. Bill Clintona baxaq. 1993 və 2001-ci ildə hakimiyyətdə olmuşdur. 1990 prezident seçkilərində demokratların lideri Bill Clinton qalib gəldi. Daxili siyasətdə əsaslı sosial islahatlar təşkil edildi və Bill Clinton dövründə vergi, sosial təminat, təhsil islahatları keçirildi. Hərbi və dövlət xərcləri azaldıldı. Büdcə kəsirləri aradan qaldırıldı. İnflyasiya və işsizlik xeyli azaldı. Nəticədə ABŞ əhalisi həyat səviyyəsi yüksəldi və Franklin Rooseveltin siyasi xəttini davam etdirən Bill Clinton prezident dövründə ABC iqtisadi tarixində uğurlu mərhələlərdən biri sayılır hətta. Bill Clinton xarici siyasətdə liberal mövqe tutdu. Onun dövründə ABŞ və Rusiya münasibətlərinin normallaşmasına nail olundu. Balkanlarda baş verən müharibədə sülh imzalasına nail olması üçün mühüm uğurlar atıldı və bu qazanıldı. İsrail-Fələstin münasibətinin nizamlanmasına cəhd göstərildi. Qarabağ münaqişəsinin həll edilməsi mövqeyində ATƏT Minsk qrupları səslənən birləşmə fəaliyyətə başladı və 2000-də keçirilən prezident seçkilərində ABŞ tarixində qalmaqalla yadda qaldı. Respublikaçıların müraciət əsasında ABŞ-ın Ali Məhkəməsi rəqib partiyasının səslərini etibarsız saydı və George Bush ABŞ-ın yeni prezidenti elan olundu. ABC tarixində qalmaqala seçilmə yadda qalan bu hadisələr demokratiyanın beşiği sayılan ABŞ-da seçkilərə müdaxilə ola biləcəyi təsəvvürünü də hətta yaratmışdı. Kiçik George Bush-a baxaq. 2001 və 2009-cu illərdə hakimiyyətdə olmuşdur. Daxili siyasətində hakimiyyətə gəldikdən sonra vergi statı seçimi haqqında Konqresdə qanun layihəsi təqdim etdi və Bush'un vergi statına görə vergilərin aşağı və yuxarı hədləri müəyyən olundu. 10 il ərzində vergilər xeyli ixtisar edilməli idi. Və lakin 2001-ci ildə ABŞ-ın New York şəhərində, Washington şəhərində 11 sentyabr terror hadisələri baş verməsi iqtisadi tənəzzül səbəb oldu və daxili təhlükəsizlik məhkəmələrində çalışan əlavə xərclər isə büdcə kəsirlərinin artmasına səbəb olmuşdu. Xarici siyasətdə isə üç güc mərkəzindən birinə çevrildi. Yəni bunlar ABŞ, Avropa, Yaponiya idi. Və 2001-ci 11 sentyabr terror hadisəsindən sonra George Bush ABŞ terrorizmə qarşı mübarizə başlığı qüvvələr yığdı və terrorizmə qarşı mübarizə elan etdi və hərbi xərclər dəfələrlə artırmalı oldu. ABŞ terrora qarşı mübarizə altında 2001-ci Əfqanistana müdaxilə etdi. Terror hadisələri tam edilən Əfqanistan hakimiyyətində Taliban aparılan hərbi əməliyyat nəticəsində rejim devrildi. Eyni zamanda bütün Əfqanistan tarixində ən ağır vəziyyətlərə salındı. 2003-cü ildə İraqa hərbi müdaxilə edildi. Kütləvi qırğın və kimyəvi silah saxlaması şübhəsi İraqlara qarşı bu hərbi əməliyyatlar həyata keçirildi və Avropa ölkələri cəlb olundu. Nəticədə İraqda Səddam Hüseyn rejimi devrildi. İraq və bütün yaxın şərq xarabağa çevrildi, ancaq iddia olunan kimyəvi silah tapılmadı. Bu hadisələr İraq və Əfqanistanda ABŞ dəstəkli yeni terror təşkilatının yaranmasına səbəb oldu. Barack Obama'nın hakimiyyət dövrünə baxaq. 2009-2017 2008 prezident seçkilərində ABŞ-da ilk dəfə Afro-Amerikalı qaradərli Barack Obama prezident seçildi. Obama'nın hakimiyyət dövründə iqtisadi böhranlar baş verdiyi bir vaxt təsadüf etdi. İlin ikinci yarısına etibarən ABC bürüyə yeni maliyyə böhranı tezliklə digər ölkələrə yayılaraq dünya maliyyə və iqtisadi böhrana çevrildi. Dünya bazarında neftin aşağı sürətlə düşməsi, ərzaq məhsullarının sürətlə bahalaşması bu dövrdə təsadüf edir və Barack Obama ilk növbədə iqtisadi böhranın nəticələrinin aradan qaldırılmasına diqqət yetirildi və islahatları maliyyələşdirmək üçün yüksək gəlirli olan təbəqənin ödədiyi vergiləri artırdı. Büdcə kəsiri isə və işsizlik azaldıldı. Və Obama'nın xarici siyasət çərçivəsində ABŞ-ın Taliban rejimi ilə mübarizə üçün yeni qoşun hissələri göndərilməsi haqqında qərar qəbul olunub. Bunun əvəzində İraqdakı ABŞ qoşunlarının sayının azaldılması və onların tərcihdən çıxarılması haqqında qərar qəbul olunmuşdu. Donald Trump'ın birinci prezident dövrünə baxaq 2017-2021
2016 sessiyələrdə qalib gəldi Respublikası Donald Trump və Trump İran, Şimali Koreya, Rusiya ilə münasibətini nizamlamaq üçün bir sıra addımlar atdı. ABŞ-ın təşəbbüsü ilə Koreya Xalq Demokratik Respublikası və Koreya Respublikası arasında iki tərəf danışıqlar aparılması başlansa da bu proses uzun çəkmədi. Daha sonra Joe Biden'a baxaq. Joe Biden 2021 və 2025-ci ildə 2020-də prezident seçkilərində qalib gəldi. Demokrat namizədi Joe Biden və Trumpdan fərqli olaraq xarici siyasətdə Rusiyaya qarşı sərt çıxışlar etdi və 2022-ci ilin fevralında Rusiya ilə Ukrayna arasında müdaxiləni pislədi və Rusiya-Ukrayna müharibəsində açıq şəkildə Ukrayna hərbi və maliyyə yardımı etdi. 2024 seçkilərdə Donald Trump ikinci dəfə prezident seçildi və 2025-2029-cu il onun prezidentlik dövrü sayılır. İndi ABŞ prezidentləri və proqramlarına baxaq. 1945-dən bu dövrə kimi məsələn Henry Truman var idi. Demokrat Partiyanın nümayəndəsidir, ədalətli xat proqramı irəli sürmüşdü. Eisenhower var idi, Respublikaçı partiyasından idi. John Kennedy, Demokrat Partiyası yeni hüdudlar proqramı irəli sürmüşdü. Lyndon Johnson, Demokrat Partiyasından idi. Richard Nixon, Respublikaçı Partiyası və yeni iqtisadi siyasət proqramını irəli sürmüşdü. Gerald Ford, Respublikaçı Partiyadan idi. Jimmy Carter, Demokrat Partiyasından idi. Ronald Reagan, Respublikaçı Partiyası idi və Reaganomica və Ulduzlar Müharibəsi proqramını irəli sürmüşdü. Ata Bush, Respublikaçı Partiyadan idi. Bill Clinton, Demokrat Partiyasından idi. Kiçik George Bush, Respublikaçı Partiyasından idi. Barack Obama, Demokrat Partiyasından idi. Donald Trump, Respublikaçı Partiyası və Joe Biden, Demokrat Partiyasından idi. İndi ilklərə baxaq. İlklər ABŞ tarixində necədir? Məsələn, Henry Truman Afro-Amerikalılara seçki hüququ verilməsi məsələsini qaldırmışdı Konqresdə 3 dəfə. John Kennedy 3 dəfə Katolik prezident kürsüsündə əyləşmişdi. Nixon 3 dəfə impeachment təhlükəsi və istefa vermişdi. Barack Obama isə ilk qaradərili prezident idi. Bir də uşaqlar sizə çatdırım ki, demokratlarla respublikaçılar arasında əsas mühüm fərq odur ki, demokratlar əsasən iqtisadiyyata dövlət nəzarətinin artırılması və sosial yardım, sosial haqların qorunması və onlar haqqında xüsusi qanunlar qəbul edilməsi ilə məşğuldur. Ancaq respublikaçılarda əsasən azad bazar iqtisadiyyatı, azad sahibkarlıq, müəssisələrin özəlləşdirilməsi bu kimi proseslər respublikaçılarda olur və bu proseslərdə dərsi oxuduqca görəcəksiniz. Sağ tərəfdə də ABŞ-ın xəritəsidir, müasir dövrdəki xəritəsidir və bu haqda məlumat bu qədərdir. İnşallah arzu edirəm ki, sizin üçün bu dərs uğurlu olar. Daha çox istifadə olunan mövzulardandır. Yəni blok imtahanda düşən mövzulardandır. Diqqətlə baxmanızı və diqqətlə qulaq asmanızı tövsiyə edirəm. Sizə uğurlar arzulayıram.